Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz. Deməli, Çaybaz restoranı hamı tanıyır, Çaybaz restoranı. Ondan sonra Makaronlu fabrikin yeni qoyulmuş küçəsində işıq var. Oradan bura 850 metr məsafə var. Mən burada sizə 2 ev təqdim edəcəm. Natiq çox qəşəng evdir o. Özü onun qarajı da var. Qiyməti 295 min manatdır. Bu isə 265 min manatdır. Bunun torpaq sahəsi 300 kvadratdır, 3 sotdur. Bunun torpaq sahəsi 3 yarımdan biraz çoxdur. Həm də bunda qaraj var. İkisi də əşyalıdır. Yenə deyirəm, baxın, bu ev avtomatik olaraq pultla təchiz olmuş darvazası var. Özüm qaldırmışam bunu. Bunun pultunu tapa bilmədim, qaldıra bilmədim, göstərəcəm sizə. Bunu biraz göstərim sizə. Hamısı əşyalıdır, hamısı. Həyət üçün nəzərdə tutulmuş, bax, burada sanitar qovşağı var. Sol tərəfdə manqal inşa olunub. Hovuzun baş hissəsində üstü açıq belə bir veranda var oturmaq üçün. İstəsiz üstünü bağlaya bilərsiniz. Bura mətbəxin qarşısıdır, mətbəxin qarşısında yerləşən verandasıdır. Sonra hovuzumuz isti hovuzdur. Hovuza bir dənə nə lazımdır? Burada bütün xəttlər çəkilib. Bir dənə esenjor, bir dənə ki kombi aparatı. Qoyursan hovuzunuz olur, isti hovuz. Qısa olaraq bunun içərisində sizə göstərim, keçəcəm o bu evi bütöv olaraq göstərəcəm. Tam əşyalıdır. Bunun bir şeyi də nəyə xoşuma gəldi? Burada keçən kimi sağ tərəfdə bunun, baxın baba, burada yataq otağı var. Bu yataq otağı birbaşa həyətə baxır. Həyətə baxır. Necə həyətə baxır? Yəni maşın sevən insanlar var, deyir, mən maşının gözümün qabağından getməsin. Saxlayırsan həyətində, uzanırsan, həm maşına baxırsan, həm televizora. Burada divarın içərisində sən qardirob otağın görünə boyda. Burada sanitar qovşağı. Bəli, paltarlarınıza da baxın. Sonra həyətə baxın. Ən üstünlüyü, ən gözəl üstünlüyü baxın, budur. Bunun. Bu balacadır. Amma obrisi ev çox böyükdür. Obrisi ev çox böyükdür. Onu göstərəcəm sizə. Çox böyük deyəndə ki, yəni qiymətinə uyğun olaraq da, yeri də qəşəkdir, asfalt küçədir, sağ, sol, belə dolana getmirsən. Makaronlu fabrikin küçəsindən keçdin, düz, sağ, bir dənə sol, düz gəlirsən, çıxırsan, bax. Bu 2 dənə olan bu evə. Natiq, bir dənə belə də göstərdim, bax, bu cib, bu daroşkada, bu cib, zolaq 2 dənə qonşuya aiddir. Bir dənə şlaqbaum qoyursan oradan və yaxud da 2 dənə qonşuya danışdınız, oradan bir də darvaza qoydunuz. 2 qardaş da ala bilər, 2 bacı da ala bilər. Oradan bir də darvaza qoydunuz, bax, bunu da qoşdunuz öz həyətinizə, maşınları saxlamaq üçün rahat. Lazım onda üstünü də bağlamaq olar elə. Kim istəsə də o istəyə uyğundur. Burada keçdik həyətə. Həyətə keçən kimi qaraj, üstü bağlı, 2 maşın yerləşməz, amma həyətə 3 maşın yerləşər, rahatdır. 3 sot yarımdan böyükdür bu həyət. Burada manqal, altı dolab, burada söhbətgah, cam balkonlu söhbətgahdır. Bütün əşyalar var. Burada soyuducu, qaz sobası hamısı qoyulub. Evin arxa hissəsində həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı var. Bunun hovuzu obusundan böyükdür. Qiyməti də onun üçün 295 min manatdır. Burada torpağın bir sotu 30 min manatdır. Onun üçün də fərq bax budur. Qiymətdə də fərq var, torpağında da fərq var, sonra genişliyində də fərq var. Sonra həyətdə cam balkonlu söhbətgahı var. Evin iç dizaynı, maşallah genişliyi obusundan böyükdür. Evin içərisindən keçən kimi, bax, burada dolab yığılıb, divarın içərisində. Üzbə-üzə bir dənə bəzənmə stolu var. Sağ hissəsi qonaq otağıdır. Qonaq divan kreslo hər şey qoyulub, TV stenddir, televizor qoyulub yerindədir. Mətbəx, üst hissə qonaq otağı ilə üzbə-üz mətbəx otağıdır. Birbaşa hovuza baxır. Qaz sobası, birbaşa verandaya çıxış var. Sonra burada qaz sobasıdır, su övzəsidir, burada soyuducu, bir dənə də həyətdə soyuducu var idi, gördünüz. Sonra bu birinci yataq otağıdır. Yataq dəsti qoyulub. Qiymətdə bir daha söyləyirəm, endirim olunacaq. Bir də deyim sizə, avqustun demək olar ki, ortalarında yox, avqust qutarır. Amma bu evlər 4 fəsil yaşamaq üçündür. Bax kimi sizə təqdim eləmirəm. Gəlin, alın, 4 fəsil yaşayın burada. Sonra burada. Natiq, sən nədən xoşum gəldi? Biz Aytəngilli xanıma 2 mərtəbəli ev satmışdıq. Görsə o insanlar orada, o şəhərdən gəlib burada 4 fəsil yaşayırlar. Harada, Şuvalanda. Məsələn, bura hara, ora hara. Bəli, Şuvalan parkda. Orada da qəşəng evlər çıxıb, Natiq çəkib 225 minə, 220 minə, böyük, maşallah, onlar da qəşəkdir. Çox gözəldir. Vaxtım olsa gedib onları da çəkib hamısını birlikdə. Hə? Bu yataq var. Həm burada qardirob var, həm burada sanitar qovşağı var, TV stendi, bir də ki burada bağlı qardirobumuz var. Paltar yığmaq üçün.
Yəni bazarda ev maşallah çoxdur. Satılır ha, maşallah satılır da. Satıldıqca təzə-təzə evlər tikilir, çıxır satışa. Burada da tam mərkəzdə yerləşən ümumi sanitar qovşağıdır. Burada da 3-cü yataq otağıdır. Buranı boş qoyublar. İnşallah ki, siz alarsınız. Hələ ev sahibinin də siz üçün istədiyiniz dəstləri alıb qoydurarıq içərisinə. Təşəkkür edirəm sizə. Bizi izlədiyiniz üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın. Sağ olun.